Hər vaxtınız xeyir olsun, əziz şagirdlər və abituriyentlər. Bu gün mən sizlərə bakteriyanın bölünməsinə aid bir neçə məsələ izahını, ümumiyyətlə bakteriyanın bölünməsi necə baş verdiyini, hansı şərtlər, hansı düsturlarla aparıldığını söyləyəcəm. Əvvəlcə biz ilk öncə nəyi bilməliyik? Baxın, bu şərti işarələrdən xəbərimiz olmalıdır. Bunun üçün qələmi götürək və ifadə edək. NT. Burada NT bizə vahid zamanda əmələ gələn bakteriyaları göstərir. Yəni, məsələnin şərtinə görə neçə saat veribsə, o saat ərzində əmələ gələn bakteriyalar soruşur deməkdir. N0 isə məsələnin şərtinə görə nə qədər bakteriya bölünməyə başlayıb deməkdir. Kiçik n nəsil sayını və bölünmə sayını göstərir. Yəni, bir saatda əmələ gələn nəslin sayı və yaxud da bir bakteriya bir saat ərzində nə qədər bölünmə keçirdir və sair kimi ifadələrdə burada kiçik n-dən söhbət gedir deməkdir. Tapmaq üçün isə əgər bizə maksimum deyirsə 20 deyir, minimum deyirsə 30-a bölməliyik. T isə bizdə vahid zamandır. Təbii ki, o da məsələnin şərtinə görə dəyişən məqamlardır. Daha sonra NT çıxılsın N0 isə bölünməyə məruz qalan bakteriyaların sayını soruşur. Yəni, əgər biz məsələdə vahid zaman ərzində əmələ gələn bakteriyaları tapdıqdan sonra bizdən bölünməyə məruz qalan soruşursa, o zaman bakteriya bölünməmişdən əvvəl nə qədər başlanğıc bakteriya olubsa, onların sayını çıxıb bölünməyə məruz qalan, yəni bunu tapmış oluruq. NT-nin özü necə ifadə olunur? N0 vurulsun 2 üstü N, yəni başlanğıc bakteriyaların sayını 2 üstü n-lə ifadə edirik. Nəyə görə? Çünki normalda 2 bakteriya bölünür minimum. 2-dən 4-ü, 4-dən 8-i, 8-dən 16, 32, 64, 128 və s. Bu deməkdir ki, 2 bakteriyaların sayı burada artır. İndi isə məsələlərin həllində mən sizlərə onları izah etmək istəyirəm. Gəlin 38-ci məsələni oxuyaq. Əlverişli şəraitdə 2 saat ərzində 2 ilkin bakteriyadan neçə bakteriya əmələ gələr? Əgər bir bakteriya 20 dəqiqədən bir bölünərsə, biz həmişə məsələni axıra kimi oxumalıyıq. Çünki burada 30 dəqiqədə verilmiş ola bilər. Biz 20 dəqiqədən hesabladıq, tapdıq, amma sonda cavab yoxdur. 30 dəqiqəni tapmaq lazım imiş deyə yanılmayaq. Bu nəzərdə çatdırım ki, bu Dövlət İmtahan Mərkəzinin test toplusundan olan məsələ nümunələridir. Burada qeyd etmişəm 38-ci məsələdə nə edilmişik burada? Əvvəlcə bizə verilən saat T2-dir. Yəni daha doğrusu T2 saatdır. Biz o dəqiqə bunu dəqiqəyə çevirməliyik. Niyə? Çünki məsələdə bilirik ki, 20-30 dəqiqə bakteriyalar söhbəti var. Ona görə də riyaziyyat 2-ni vururuq 60-a, çünki 1 saatımız 60 dəqiqədir. Bu da bizə verir 120 dəqiqə. N0 bizə başlanğıc bakteriyanı 2 verib. O zaman düstur nəyi soruşur bizdən? Bizdən vahid zamanda əmələ gələn bakteriyaların sayını soruşur. Düstur sadəcə əzbər bilməliyik. NT bərabərdir. N0 vurulsun 2 üstü N. Qiymətləri yerinə qoyuruq. N0-ın yerinə 2. 2 üstü N dedikdə 2 zaten bizim dəyişməyən vahid kəmiyyətimizdir. N isə necə tapırıq? Aha, N biz burada məchuldur. N-i bilmirik. N tapmaq üçün N bərabərdir. T bölünsün 20. Niyə? Çünki biz burada T-mizi bizə neçə veribdir? Tapdıq ki, T-miz 120 dəqiqədə. Çünki məsələnin şərtində 2 saat verib. Biz onu dəqiqəyə çevirmişik. 120-ni 20-yə böldükdən sonra, çünki bizə məsələnin sonuna qədər oxuduq ki, 20 dəqiqədən bir söyləyib burada. Onun üçün də bölənimiz eləyir 6. Aha, N-i tapdıq 6. 2 vurulsun 2 üstü 6 bərabərdir 128. Bir daha məsələni bir də oxuyaq. 2 saat ərzində, yəni T-miz 2-dir. 2 ilkin bakteriya, yəni N0-mız 2-dir. Neçə bakteriya əmələ gələr? NT-ni bizdən soruşur və sona qədər oxuyaq ki, 20 dəqiqədən bir bölünərsə deyir. Keçirik, demək, 39-cu məsələ eyni olduğu üçün daha onu yazmıram. 41-ci məsələ biraz fərqlidir. 41-ci məsələni gəlin oxuyaq. 2 ilkin bakteriyanın
fasiləsiz bölünməsi nəticəsində onların sayı 64 dəfə artıbsa, buna minimum neçə saat sərf olunmuşdur? Əgər bir bakteriya 20 dəqiqədən bir bölünərsə, demək 2 ilkin bakteriya deyirsə, n0-ımız 2-dir. Bunu birləşdirək yazanda, demək n0 bərabərdir 2. 64 dəfə artmışsa, burada biraz fərqli nüansdır. Yəni, minimum 2 bakteriya bölünməyə başlayırsa, 2-dən 4-ü, 4-dən 8-i, 8-dən 16-sı, 16-dan 32-si, 32-dən 64-ü, 64 dəfə artıbsa deyirsə, 64-ün özü də bölünməlidir. Bu zaman eləyir 128. Düzdürmü? 64 dəfə artıbsa deyirsə, götürürük 128. Çünki 64 özü artıbdır. 128 dəfə artıb deyirsə, 128-i artırırıq, eləyir 256. Və yaxud da 8 dəfə artmış deyirsə, biz onu 8-i özünü artırırıq, eləyir 16. Yəni, burada mahiyyət əsasən bundan ibarətdir. Məsələnin burada həllinə gəlin baxaq. Qeyd etdiyim kimi, yenə də burada mən verilən məlumatlar, verilən kəmiyyətləri yazmışam. N02 idi, NT-miz 64 və bizə minimum saat istəyir. Kiçik N-i tapmaq üçün məsələnin şərtində 20 dəqiqədən bir dediyi üçün biz T-ni burada 20-yə bölürük. Qeyd etdiyim kimi 2, 4, 6, 8, 16, 32, 64 bölünmə. Çünki 64 dəfə artıbsa deyib 128-dir. Burada qaralamama görə fikir verməyin. Çünki insan beyni sürətli işləyən zaman əl ona çatdırıb yetə bilmir. Aha, gətirib qiymətlərimizi, düsturumuzsa budur. NT vırılız bərabərdir. N0 vırılsın 2 üstü M. NT-nin yerinə 128 yazırıq. Niyə 128 yazırıq? Çünki biz 64 dəfə artıb deyirsə, biz 64-ün özünü artırıb 128 yazırıq. N0-ın yerinə 2 yazdıq. 2 vırılsın 2 üstü N-i bilmədiyimizə görə, çünki bizdən N məlum deyil. Ona görə də N-in yerinə biz T böl 20 yazırıq. Aha, yazmışıq burada. Və ixtisar, burada artıq bundan sonraki riyazi mərhələdir. 128-in 2 ixtisarı 64 vırılsın 64 bərabərdir. 2 vırılsın T üstü 20 və s. və s. Planlama gedir. Gördüyünüz kimi nəticə olaraq biz burada nəyi almış oluruq? Demək, yəni burada riyaziyyat bölmələrdir. Artıq ikilər burada ixtisar gedir. Əsaslar eyni olduğu üçün qüvvətlər qalır. T-miz də bərabərdir 6 vurulsun 20. O da eləyir 120 dəqiqə. 120 dəqiqəni də çevirəndə eləyir 2 saat müddətində. Bu belə. Növbəti məsələyə də baxaq. 43-cü məsələdə biraz fərqli nüansdır. 2 başlanğıc bakteriyanın 2 saat ərzində hər 20 dəqiqədən bir bölünərsə deyir. 2 başlanğıc bakteriya nə deməkdir? Demək, bizim N0-ımız 2-dir. 2 saat deyirsə, T artıq təyin edək ki, 120-dir. Gözələyək ki, daha gözəl. Yazım 120-dir. Çünki 2 saatımız 120 dəqiqədir. 4-cü bölünməyə məruz qalan bakteriya sayını istəyir. Aha, gəlin biraz məntiqimizi işlədək burada. Məsələn, şərtini mən burada bu cür ifadə etmişəm. Demək, T-miz 2 saatdır. Çevirmişəm burada. N-i orada niyə mən burada bərabərdir B yazmışam? Çünki burada yaranan nəsillərin sayı B deyir. Biz də bilirik ki, nəsillər nə ilə ifadə olunur? Kiçik N ilə ifadə olunur. Ona görə də mən onu B-yə bərabər etmişəm. B-ni tapmaq üçün, normalda yəni N-i tapmaq üçün biz nə edirdik? Vahid zamanı, verilən zamanı, məsələn, şərtinə görə 20 dəqiqə dediyinə görə 20-yə bölürük. 120-ni böləndə 20 eləyir 6. Deməli, biz N-i 6 tapdıq. Şərtə görə də N-i məchul olaraq B qəbul etdiyi üçün bizim B-miz neçə oldu? B-miz oldu 6. Aha, yazaq. Yenə də burada aydın olmaq üçün B 6-dır. Və bizə deyir ki, 4-cü bölünməyə məruz qalan. Düsturu gəlin burada biraz qoyaq kənara. Biraz burada artıq bakteriyanın digər bir hesablama üsulundan istifadə edək. Yəni 2-dən bilirik ki, mən
minimum 2 bakteriyaya bölünməyə başlayır. 2-dən 4 2 artıraq 4-dən 8 16 32 64 28 istəsə lap keyfin istəsə 256 da yaza bilərsən və s. Bizdə dördüncü bölünmə dediyinə görə, aha, aşağıdan özüm üçün qeyd etmişəm. 1, 2, 3, 4. Dördüncü bölünməyə məruz qalan 16-dır. Desəydik ki, dördüncü bölünmədən sonra əmələ gələn bakteriya, o zaman biz 32-ni götürəcəkdik. Aha, biz burada A-nı tapdıq ki, 16-dır. Söhbət də burada deyirsə ki, A plus B, o da eləyir. A-nı da rəqəmləri yerinə qoyub hesabladıqda düzgün cavab eləyir 22. 40-cı məsələyə baxaq. Biraz geri qayıtmışam. Yenə də baxaq. Əlverişli şəraitdə 5 saat ərzində 2 ilkin bakteriyadan burada bizdən nəsli soruşur. Aha, bu da artıq rahat məsələdir. İlkin 5 saat deyirsə, bizim T-miz 5 saat. Tez olaraq onu çevirirəm dəqiqəyə, 5-i vururam 60-a, eləyir 300 dəqiqə. N0 bizə 2 bakteriya verib, bizdən nəsil sayını istəyir. Nəsil sayını yox, bölünmə sayını da istəyə bilərdi. Necə etməliyik burada? NT bərabərdir. Daha doğrusu, aha, M bərabərdir burada. Yox, qoyayım belə idim. M bərabərdir T bölünsün 20. T'mizin də yerinə 300 dəqiqəni qoyub 20 dəqiqədən bölündüyü üçün biz burada tapırıq nəslin sayını 15. Əgər bizdən istəsəydi ki, bölünmə sayını yenə 15 götürəcəkdik. Gəlin bizdən istəsə tutaq ki, bölünməyə məruz qalan bakteriyanın sayını istəsə, o zaman N0 burası 2 üstü N yaza bilərik düsturumuza görə. Yəni başlanğıc bakteriyamız 2-dir. 2 üstü N-in də yerinə 15 qoyub bu şəkildə yaza bilərik. Demək ki, bizdən nəsil sayını istəyir. Çünki burada 2 üstü 15 istəsə, biraz riyazi hesablamamız uzun çəkə bilər. Ona görə də həll etməmişəm. Sadəcə bu şəkildə olduğu kimi saxlamışam. Belə uşaqlar, bizim üçün qaranlıq qalan bakteriya məsələlərində nə aydın deyilsə, nələr bizə daha geniş məlumat çərçivəsində yetinməyimizi istəyirsə, o zaman aşağıda şərh bölməsində yazın. Görək nələrə daha yaxşı bilmək istəyirik. Yetərincə bakteriya məsələlərində verilənləri, nəyi necə yazmaq olacağımızı və düsturları bilməyimizi yazdım. O zaman sağ olun, daha yeni izahlarda görüşmək ümidi ilə.